Meymun çiçəyi virusu çiçək kimilər qrupuna aid xeyli yüngül keçən infeksiyadır və keçən əsrin 60-cı illərində aşkar edilib. Virus ilk olaraq meymunlarda aşkarlansa da, əsas daşıyıcıları gəmiricilərdir. İlk dəfə Kongo Respublikasında müəyyən olunan virusa Moskvada yoluxma halı ölkəmizdəki epidemioloji vəziyyəti gündəmə gətirib. Düşünürəm ki, hətta 22-24-cü illərdə bu infeksiyanın bir sıra ölkələrdə geniş yayıldığı dövrdə Azərbaycan cəmisi bir hadisə qeydə alınmışdı və indiki halda belə bir hadisənin Azərbaycana təsadüfən gətirilməsi mümkün sayılsa da, amma daha az ehtimallıdır. Bəs insanlar hansı hallarda bu virusa yoluxa bilər? Xəstəlik əlamətləri olan şəxslər, hansı ki, xarici ölkələrdən səyahətdən qayıtmışdır, oxşar kliniki mənzərə olduqda, yəni onlarla təmasdan yayılmalıdırlar, digər əl gigiyenası və sair qaydalarına əməl eləməlidirlər. Çünki bu infeksiya keçmə yolları əsasən dərin-dərə sürtülməsi, selli qışaqlar vasitəsilə, hava damcı üsulu ilə, yəni bilavasitə yaxın təmasda. Belə olan halda xəstələnməməkdən ötürü nələrə riayət olunmalıdır? Şəxsi gigiyena qaydalarına əməl olunmalıdır, əl tez-tez yuyulmalıdır, yaxın kontaktdan maksimum dərəcədə qaçınmaq lazımdır. Bəzi dediyimiz kimi səyahət edərkən xüsusən də maksimum dərəcədə tədbirli olmaq lazımdır. Bir də əlbəttə ki, immun sistemi yerində olmalıdır. 2026-cı il ərzində ölkə ərazisində meymun çiçəyi virusuna yoluxma faktı qeydə alınmayıb. Hazırda respublikada infeksion xəstəliklər üzrə epidemioloji vəziyyət sabitdir və tam nəzarət altındadır. Virusun ölkəyə daxil olmasının qarşısının alınması məqsədi ilə sərhəd keçid məntəqələrində davamlı nəzarət tədbirləri həyata keçirilir. Qeyd edək ki, şübhəli halların vaxtında aşkarlanması üçün ölkəmizdə müvafiq laborator diaqnostika imkanları və klinik protokollar mövcuddur. Vüsaləm Məmmədzadə, İlxan Axundov, ASTV xəbər.